Salam hörmətli tədbirçilər. Mən İstedadlarla İctimai Bölüm rəhbəri Murat Qasımov. Bugünkü təlimlərimiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Abşeron rayonunun ərazisində yaşayan əlilliyi olan şəxslərin əl işlərinə öyrədilməsi ilə bağlı təlimlərə partistat verildik. Layihəmiz əlilliyi olan şəxslərin bacarıqlarının inkişaf etdirilməsidir. Layihəmiz 3 ay müddətində davam edəcək. Bizim burada 2 qrupdan ibarət olan mumcuqla işləmək, toxuma işləri öyrənilib təlim olunacaq və burada sizə mal materiallar təşkilatımız tərəfindən, donorumuz tərəfindən ayrılıbdır. O mal materialdan hazırladığımız əl işlərdə 2 rayon, Abşeron və Bakı şəhərlərində sərgilənib satışın təşkil olunacaq və birbaşa hazırladığımız məhsulu satışı birbaşa özümüzə çatdırılacaqdır. Bu qədər bir daha uğurlu olsun layihəmiz. Mən Qeyri-Hökumət Təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm ki, bu kimi layihələrimizi dəyərləndirirlər, qiymətlendirirlər. Biz də sizlər üçün bu təlimləri təşkil edirik. Çox sağ olun. İnşallah ki, bizim Zümrüd xanım, müəlliməmiz sizə lazım qədər, bacardığı qədər öyrədəcək ki, bu 3 ay müddətində siz hansısa bir sənətin öyrənməsinə sahib olasınız. Hamınızı xoş gördük. Sizinlə bir arada olmaq çox xoşdur. İnanıram ki, bizim təlimimizdə dərsimiz həm sizin üçün, həm də övladlarınız üçün faydalı olacaq. Bilirsiniz ki, burada biz muncuq işləri, həm toxuma işləri görəcəyik, muncuq çantalar, oyuncaqlar, eyni zamanda sadə toxuma çantalar, kiçik aksesuarlar, bilərciklər, bu formada əl işlərini hazırlayıb sərgilərdə sərgiləyəcəyik inşallah. İndi istəyirəm sizi materiallarla tanış edeyim. İlk olaraq göstərmək istəyirəm sizə bu ilməli sapımızı. İlməli sap, yəni hazır bir versiya kimidir, yarım fabrikatdır demək olar ki. Çünki burada alətdən istifadə olunur, nə çox, nə milçət. Yəni bu alətlərdən istifadə olmadan toxumağı öyrənəcəyik. Daha sonra bu formadan çanta üçün saplarımız var. Bunlardan böyüklər üçün çantalar toxuya bilirik. Sonra pambıq iplərimiz var. Pambıq iplərdən biz oyuncaqlar toxuyacağıq və uşaq çantaları toxuya bilərik. Daha sonra gördüyünüz kimi burada muncuqlarımız var. Muncuqlarımız muncuq çantalar üçündür. Ümumiyyətlə, bugünkü bizim birinci dərsimiz materiallarla tanışlıq olduğu üçün mən elə istədim ki, bütün materiallarla və alətlərlə sizi tanış edeyim. Daha sonra burada gördüyünüz kimi müxtəlif ölçülərdə milçələr var. Həm qalın saplar üçündür, həm incə saplar üçündür. Və bizim burada bu formada yumuşaq iplərimiz var. Bunlara gülüb ip deyirik. Yumuşaq iplər sırf oyuncaq toxunması üçündür. Yumuşaq oyuncaqlar toxuyacağıq. Daha sonra burada da müxtəlif aksesuarlar var ki, çantalar üçün bunları nəzərdə tutmuşuq. Çantaların qulpları, bağlanan hissələri, saplar. Həmçinin burada zəncirlər, asılqanlar və oyuncaq üçün gözlər, istifadə üçün qayçılarımız da var. Bunların hamısı sizin üçün təşkil olunub layihə tərəfindən. İnşallah ki, vaxtınızı səmərəli keçirdərsiniz və burada mütləq ki, bir şeylər öyrənəcəksiniz. Bu sapdan kimdə varsa 8 ilmə sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə ilmə sayırıq. Bunların hamısını bir-bir keçirdirsən içində. 8 dənə sayılandan sonra 9-uncunu gətirir, 8-dən keçirdirik. İndi mən yaxınlaşıram hamıya. Burada cəmamasını hər birinin o birisindən keçiririk. Boş buraxmaq olmaz heç birini, yaxşı. 8 dənə sayılan. 2 sayılan. 8 bu yana bizim solda. Bunu burada. Her şeyini bilirler.
İndi var, onu burada. Şeyi boşluk bırakma. Aha, boşluk bırakma olmuyor. Boşluk orada Onu yok. 8'i saysana. 9'uncu 8'e salırsan. Yok. Yok. 8 dənə haqlıdır. 9'u Saymışam da bunu getirdim. onu da buna keçir. 7'ye keçir. Başarma. 8 dənə saymışsan. Baxım sizdə necə alın? 8'i 8'i getirdim. 7'ye getirdim. Ay sağ olun, tərsinə qaydırsınız geri. Bunu bura sarırsan. Mən 400 öyrətdim. Baxın. Aha. 8'dən 9'a geri qayıdırım. Başa düşdüm qızım. Bir də onlara da öyrədim, maması. Aha, şimdi ne edirik? Bax, axırıncısı qalır burada, düzdür? Axırıncısını da keçirdirik. Sonra bizim bir sıramız bitti demək. İkinci sırada, ben yukarıda tutup bakıyorum. Bak birinci sıra bitirənlərə, ikinci sıranın başlamaq üçün təzdən o ilmələri, boş ip var ha, bu ipi təzdən gəlirik, oradan keçirdirik. Yenə bizim 8 dənə ilməmiz var, amma ikinci sıramı işləyirik. Gördünüz, bax ikinci sıra getdi. Artıq bu toxunma ilmələr kimi alınır. Sən 8 dənə saydın mı? Müəllimə başa düşmədim bu arada. 3, 4, 5, 6, 7, 8. Yeni eyni qaydada toxunulur. Burada. Ama hiç birini boş bırakma olmaz. Anladın sen. Hamsını iyi bir. Benim Bugün bir tane şerbi tutarabilirsin sanırım. Yaxşı. Aha, kimdə bu ipdəndir? Bu ipdən kimdə var? Məndə. Aha. Kimdə varsa, əgər ilmə vura bilirsə, Yukarıda xanı bacarır. Belə. Aha, ay sağ ol. Ondan başlayaq, 12 dənə götürək, 12 dənə. Boş eləmirik, sıx eləyirik. Bu sap biraz sıxlığı sevir. Kutu kimi qalanda bu çantalar daha geçiyor. Aha, küçük. Bitti, düzdür, 8'den bitti. Bırakalım. Bana 8 dənə şiir. 8 deyir. Bu 9'u bura sarırsan. Onu 7'ye sarırsan. Şimdi ne edirik? Bir geri kaydırır. Yine de bak geri kaydırır. Gelirik gelirik böyle çıkır. Bir de bak buradan gittin. Sonra bunu Sarı qaydır. Stolun üstüne koymazsanız bunu çetin olacak. Bu stolun üstüne kalmalı. Yaşıyor musun? Stolun Axıra üstüne qədər koyuyor. gəldim. Bak. Başa düşürəm. Çok bununla bunun arasında Sıx elədim var. Nasıl güzel kömeği. Bak kızım onu bırak. Biz burada neyi? Burada yine birinci değil. Bunu buraya yok. Görürsen. Aha, bunu bak buradan. Bunlar kesinlikle çaşırıyor ona göre. Bunlar Başa şöyle düştüm. bunun içinde. 7 gelir yeter. Bak buyur. Bunu bırakırsan bak buna çektirsen. Aha. Kızım birinci. Çok güzel. Ben böyle güzel böyle. getirin diyorsun. Əla gedir. Sen ne bileyim ama ben sözdüm. Yine bunun üstünden geri kaydırır. Siz bilirsiniz onu. Sadece
Ən sadə versiyası. Boşaltmışam da ana qurban. Onları kuzu karıştırmış. Boş şeyler eline göre değil. Burası niyə belədir sizcə? Aradan çıxardınız. Necə bacarırsınız elə çıxardınız. 12 dənə eləyir. Sizdə də oldu. Onurun maması. 12 dənə oldu sizdə. Eləməmişəm, buna kömək Hə. edirəm, buna kömək edirəm. Yaxşı, onda siz kömək edin. Hələ kömək edirəm. Sizdə alınır. Aha, aha, evet. Yerdə çatdın sıra tamamına. Aha, sən bağlamısan ha. Kim bağlamısan, belə yox. Sizdə. Ha, burada da sənin ilmələrin var. İlmələr belə görsəlsin harada olduğu. Yaxşı, bax, bunlar sənin ilmələrin. Onu, başla. Buradan 8 dənə say özün. Sən elə ki, sən bil. Onu sən dairədə olan. İlmələr yuxarıda olmalıdır ki, gələn sıra sənə rahat olsun. Bax, indi bunu buradan, ilmələr. Yenə də səndə 8 dənə ilmə var. Həmişə 8 dənə ilmə olur. İlmə sayı dəyişmir. Axırıncı Ha, ilmələr indi 3 12 dənə. qayda çıxıyorsun. Arkadaşlar, sonra bir şeylerden de yani biraz sağda. Bəzilərinin üzü sərt düşüb, amma ümumilikdə qəşəng. Aha, baxıram. İndi yenə də buradan qayıdırsınız, gedin. Yaxşı, 8 dənə ilmə, həmişə 8 dənə qalır. Şərfin sonuna qədər 8 dənə ilmə qalacaq. Baxın, sən onu ayrı getmirsən, onu ayrı. Elmədə. Bunlar görsən, keçirən 1, 2, 3, 4, 5, 6, 7, 8, Yine samsa buradan çıkardan geri var. bir görürsen. Buradan. Bir de bu köşeden yüzünü köşeden değil mi? Ha, geri var. Yaxşı. Biz bu saplarla öyrənirik ki, bu sapları sökmək olur. Amma elə bayaq orada belə yumuşaq iplər gördük, oyuncaqdır. Onları sökmək olmur. Toxunmaya yaxşı tərəfi odur ki, söküb təzdən davam edə bilirsiniz. Bir dənə salın burada. 1, 2. 2 addımda çalın. 1, 2. Aha, bütün ilmələrdən keçin. Müəlliməsi buna kömək eləyin Aha, də. gəlirəm. Bu çox verməmişəm. Onu aşağıda. Baxım görünmələr. Sadə ilmə bilirsiniz. Buradan düzələn. Gəlirəm. Hə. Baxın. Baxın. Qatı qarışdırın. Aha. Niyə elə olur? Çünki bu ilməni buna keçirirsiniz. Bunu buna keçirmək lazım. Bax, hərəkət edən budur. Bu hər dəfə gedir, gəlir, gedir, gəlir. Yaxşı bala. Aha. Hə, onu çıxar orada. Siz nə edirsiniz? İlməni artıq boş buraxmışsınız. Orası söküləcək. Söküləcək. Bax, 8 dənə saydır. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, düzdür? İndi bunu buradan, bunu elə dartın ki, qəşəng dursun. Sən də qızım bax. Bax, bunu elə dartırıq ki, axıra qədər gəlsin buradan çıxsın ki, biz axı ikinci sıranın üstünə gedəcəyik. Bu 8 dənə ilmə şərfin axırına qədər 8 dənə qalır. Artmır, azalmır. Fərdə xanım, siz dönə bilərsiniz. O başlıqda 3 dənə ilmə vurulmuş, onun ən başında. Aha, indi bax, geri dönürsən. Bax, maması, baxın, bax, geri dönür. Buradan geri dönür. Yenə də bu ilmələr Bakın göründü herhalde. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 aradan çıxdı. Biraz tepki edilmə geri var. Kötüdəndə düzəldir. Gördün? Bəlkə. İkinci növbə gələnlər var. İkinci növbəyə gəlmişsiniz də siz. Hə, hələ bu birinci. Səmənlə də gələcəksən. Öyrənəcəksiniz də, balam. Bir dəfə olmur ki bunlar. Aha, bax, qızım. İp tərpənir. Yaxşı hərəkət edən ip. Şərfi yerindən tərpətmir. 1, 2, 3, 4, 5, 6,
6, 7, 8, Yok, hiç hepimiz hemen değil. Ama senin sapın altta qalır, üstdə qalır, şərt. Videomuz çektiler, paylaşımlar. Siz var belə edirsiniz. Buradan da bir dənə. Amma belə yox. Bir hafta şey kağıtla. O sadece kaldırdım yukarı, iğne götürdüm. Çarptığıma sayında bak 1, 2. Siz böyle 1, dokuma, böyle yok. Bak böyle bak. 1, 2. Yer düzdür. Götürmə yer düzdür. Bir dənə çıxartmaq istədim. Əla, belə. Bunlar bundan deyil, bunlar o birisi saptandı. Sadəcə biz bunu öyrəndik, ən asanı biz onu öyrəndik. Yavaş-yavaş çəkiklərə geçəcək. Yok. 4, 5, 6, 7. Arada benim bırakmışlar da Şimdi her birisini sayıram, bir tane de sayıram. Gətir mən artırdım, gətirdim. Bacarırsan Mervan'a görə daş gibi çıxlar. Nurfer yanlış Ayaqlar çineyli, bak qaldır altına bak. Eğer altında arada var, bak görürsün burada eğer boş olsaydı, ne olsaydı, birinci şey deməli boşluq qalmış. Amma biz onları özümüzü yoxlamaq üçün arada qaldırdık altında. Yaxşı. Yox, heç nə bıraxmır. Hələ ki, bax, hələ ki, bunu, bax, belə olması üçün çalışır. Sümbül kimi olması üçün çalışır. Göstəreyim bir də. Mərhumə baxın. Özür ne istiqamət? İstiqamət çəkmək lazım deyil. Yox. Çok hareketler. Əlizi yox, çox. Mən şahsın mamətdə və bunu hərəkət edirəm. Yaxşı. Bu qaldı, qoyun, çıxarşı. Ben böyle şey hastayım, versiya. Siz eve geldiniz, ben her tek konuşacağım. Ne güzel saçlarım var sen. Nurfer de desonca başladı. Herkese gelin. Pərvanə də əla, sonra Aysun da əla. Aysu da əla. Sonra kızımın adı neydi yadınız? Aysu sen? Ha, ikiniz de Aysu, Aysun deyirəm axı, Aysun yazmışdı. Necə buna naxış gedir? Bu naxış axıra kimidir, çanta bitənə kimi elə o naxışına gedirik. Bir də ikinci sırada Fərdə xanım baxırıq ki, yer dəyişmə eləyəcək, baxın bir dənə.
şu. Elə belə axıra qədər. Sıxlığı da yaxşıdır. Elə o çantalar sıx olsa daha yaxşı olur. Səndə alınır qızım. Ha, verəcəm. Bax, burada səndə bu var, bu. Bunun deyil. Bu artıq qalır. Sən artığı verdin qırağa bu dəfə. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi nə indirsən? Bax, bu var bir dənə. Getirdin 8-dən. Bu sənin oldu şərtin. Bu amma sənin çapındır. Yaxşı, qızım. 9'u 8'e saldık. Aha, 10'u 7'ye. Geriye sayımdır da elə bil ki, daha 10 sayımırıq ki. Bax, yenə yoxlayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Gördün? 8 dənə. Aha, indi yenə. İndi sən keçir. Aha, bunu tut. Bax, bu yuxarıda qalsın. Yaxşı, şöyle. Bu altdakini də götür, bura keçir. Aha. Aferin. Aha, sonra bax, hanı sənin o birisi? Fırlatmaq lazım deyil, altdadılar. Buradan götür. Aha, o birisinə, yenisini. Yo, o tərəfdən keçirdəcək. Bax, bu üstdə qalır, bu altda, belə. Yaxşı. Aha. Eyni istiqamətdə davam edəndə səliqəli olur. Ay, sağ ol, bax, bu qaydada gedirsən. Hamısı altda. Üstdən götürmürsən. Üstdə şərt qalırsa, altda qalır. Sonra da geri. Gedirsən, nə gözəl olur. Aferin. Sizə sadə saxlayıram, balaca küçük. Bu sənin. Yok, evet. Onu da bak burada. Bak bunlar bir perçinler. Tokuduklarını belirlemezsin ki böyle sanki keçirdebilirsin. Elə düz toxunursun. Neçədən elmə? 11 lira bizden o bir. 15 dənə eləyib, 15 verəcək. 15 Baxın. Səhvləmə, saytına. Burada görsən sən. Başlar çıxsın deyə. Alındı sən də qızım. Gözləyirik. Sonra geri. Gedirsən, getdiyini təzə qayıtırsan da alır. Gelirsen gayrısan. Narahat olmayı sökə-sökə öyrənəcəksin. Yaxşı, ən qəşəngi toxuyacaqsın. Birinci hansıdır? O yok. Sen onu bitirmeysen de gel onu. Bax, sən gedib buradan təzən bir dənə də şərt çıxardırsan. Bunu bak buna taraf perşin. Bak bunu da buna. Bax, neçə dənə sapın var? 1, 2, 3, 4, 5, 6, 7, bu da var 8. 8, düzdür? 1, 2, bax, qızım, bu üstdə qalır. Bax, bu üstdə saxla həmişə, yaxşı bala? Bunu üstdə saxla, bu altdan gəlir. 3, indi sən. Aha. Ay, sağ ol, 4. Say, hər dəfə say, hər sıranı say. 4. Aha, bunu bura yox, yenisini. Bax, yenisini keçir. Aha. Aha. Yenə yenisini. Aha. Yenə yenisini. Bak bunu da aradan geçir. Ay canım. Arada bir bıraksana. Ha, su zəhmət olmasa buradaydı deyə haradasa. Deyik kulokda. Hə. Adnarazıq stakanlar da var ya. Aha, neçə dənə oldu şey? Sayacaqsın. 1, 2, 3, 4, 5, 6, 7. Bax, 8-ci də buradadır. 8-cini unutma. Yaxşı say.
Yox, onu yox. Bu axı toxunmuşdu, təzə ip götürəcəksən. Aha, indi yenə təzə ip götür, buradan başla. Ay, sağ ol. Eyni istiqamətdə gedirik. Eyni istiqamətdə. İstiqamət dəyişmə. Ümumiyyətlə toxumada, istəyir kurçokla, istəyir əllə, millə. İstiqamət dəyişəndə bütün səliqəsiz alınır. Bir istiqamətdə. Ola bilər ki, kiminsə istiqaməti solaxaydı, səhv tutduğunu düşünür. Amma o da əgər nizamlı olsa, ardıcıl şəkildə, onda şey olur, səliqəli olur. Gördün mü, sən də geçir. İstiqamət dəyişmə yox. Siz şərfi bitirirsiniz. Baxın. Sənə qurban olun. Yox, sən də biri görsəniz, Açan ilmələri mi? Onu məlumat seçərik. Bu birincisi. Yaxşı. Səninki çox gözəl. Kalın böyle. 8 dənə ilmə var. Hər şey var. Baxın. Sən bu çalış ki, bunu o gəlsin. Bax, bu görsən çox olar. Sən bunu gəlsin. Rahat bilsin, sənə əziyyət verməz. Baxın səninkinə. Muhteşəm var, əla. Sən də edirsən, sən anaya kömək edirsən. Düzdür, yoxsa ana sənə kömək edir. Hə? Ana sənə kömək edir. Sonra da ilk gəz Ayca, gəlirəm. Aha, bu əla. Baxın sənin. Görsən nədə öyle? Hə, Tərbanə. Çox söyləyək. Çox nə edirsən? Heç birini bırakma, çok düzünlük var. Onu bırak, o sana lazım. Hər də ilməni bir də keçdi. Bir keçdi yox üstünə, bir keçdi yox üstünə. Əsas başlanğıcı da hər zaman balaca satılıb alır. Çok yaşa. Sen herhalde Belə deyir. Ay sağ ol. Bir de saklı çıkardın orada tam böyle. Haldan biraz balcık ama Alnır cümle. Ne diyorsun? Öyle yapacaksın ama baba. Çıkardım. Şimdi hele ki birinci sıra, ikinci sırasına geçilir. Aziz iştirakçılar, bugün bizim birinci təlimimizin sonudur. Hal-hazırda kimin yarımçıq işi qalıbsa, evdə davam edəcəksiniz. Bu sizin ev tapşırığınız olacaq. Bəziləriniz şərh oxuyursunuz, bəziləriniz çanda. Daha sonra hazır əl işinizi gətirirsiniz, yerində burada qalır. Hamısı birlikdə toplanandan sonra inşallah sərgidə nümayiş etdirəcəyik. Bugün bilirsiniz ki, əslində bizdə ilmələrlə, materiallarla, saplarla tanışdıq gün idi. Amma biz maşallah artıq toxunmuşuq. Demək olar ki, bəziləriniz bitirmişsiniz işinizi. Amma qalan az hissələri evdə bitirik, gələn dərs gətirəcəyik, sonra növbəti mərhələ. Bu qədər.